Ağa Müstəbanın müəllimlik fəaliyyəti Ayətullah Müstəhidi mədrəsəsindən başladı. 1995-ci ildə Məalim kitabını tədris etməyə hazırlaşarkən bir tövsiyə onun yolunu dəyişdi. Atası ona elmdə yeniliyin vacibliyi və şəhid sədr düşüncəsinin əhəmiyyəti haqqında danışdı. Beləliklə, Ağa Müstəba ənənəvi tədris üsulunu dayandıraraq Şəhid Sədrin Həlqat kitabına yönəldi. 1998-ci ildə Qumda İmam Xumeyninin evində rəsail və məqasid dərslərini keçməyə başladı. Tələbələri onun mürəkkəb elmi düyünləri necə asanlıqla açdığının şahidi oldular. Çox keçmədi ki, o çətin dərsi xaric sahəsinə addım atdı və ilk olaraq öz tələbələri ilə xüsusi şəkildə səlah, namaz bəhsi ilə canlı istihad yoluna start verdi. Onun dərs otağında elm mənəviyyatla vəhdət təşkil edirdi. O dərsin müəyyən hissəsini Quran təfsirinə ayırır, burada olduqca dərin və fərqli nüanslara toxunurdu. Lakin dərslərin ən gözəl tərəfi səmimi söhbətləri idi. Dərs aralarında ustad tələbələrin arasında əyləşər, ustad şagird məsafəsini tamamilə aradan qaldırardı. O sonsuz bir səbirlə elmi iradlara qulaq asar, bəzən uzun telefon danışıqları ilə tələbələrinə vaxt ayırardı. Onun məqsədi müstəhid yetişdirmək idi və buna görə də tələbələrinə müxtəlif elmi müzakirələri araşdırıb təqdim etmək tapşırığı verirdi. Bu məktəbdə əxlaq və təvazökarlıq elmi inkişafın qoşa qanadları idi. 2023-cü ilin payızında 1300-dən çox şəxs onun dərslərinə yazılmışdı. Lakin Seyid Müstəba ilk məşğələdə gözlənilmədən dərslərin dayandırıldığını elan etdi. Bu xəbər elmi mərkəzlərdə böyük təəccübə səbəb oldu. Minlərlə tələbə və bir çox tanınmış şəxs dərslərin bərpası üçün məktublar yazsa da, o bunun səbəbinin mənəvi bir məsələ olduğunu və açıqlanmayacağını bildirdi. O qeyd etdi ki, hövzədə bir çox dəyərli ustadın dərsləri az adamla keçirildiyi halda, onun dərslərinin belə böyük izdihamla keçirilməsinin heç bir əsası yoxdur. O tələbələri digər ustadların yanına yönəldirdi. Hətta möhtərəm atasının onun bu qəti qərarından xəbər tutmasından sonra belə atası seçimi onun öz ixtiyarına buraxdı. Bu qərar səmimiyyət və ixlasın ucalığını nümayiş etdirirdi. Dərslər dayandırıldıqdan sonra o dini elmi mərkəzlərin elmi potensiallarını gücləndirməyə diqqət ayırdı. Fiqh elminin sosial qayğılarla vəhdət təşkil etdiyi bir neçə elmi mərkəz və mədrəsə təsis etdi. Bu yanaşmanın bəhrəsi məhrum insanların dərdini öz dərdi bilən imanlı, inqilabçı və xalqpərvər bir tələbə nəslinin yetişməsi oldu. O diqqət mərkəzində olmaqdan qətiyyətlə qaçır, hər zaman inqilabi cərəyanın güclənməsi